MBC Bank Azərbaycan Kubokunun 2010-2011-ci il mövsümünün qalibi müəyyənləşib. Final oyununda Bakının Inter klubunu məğlub edən Xəzər Lənkəran turnirin qalibi adını qazanıb. Qarşılaşmanın əsas vaxtı 0-0 hesabı ilə başa çatıb. Əlavə vaxtın birinci dəqiqəsində Winston Parks Xəzər Lənkəranı hesabda önə keçirib. 100-cü dəqiqədə isə Gilts Karlsons bərabərlik qolunu vurub. Hakimin final fitinə qədər hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Xəzər Lənkəran 5-3 hesabı ilə qələbə qazanaraq MBC Bank Azərbaycan Kubokunun qalibi olub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə qarşılaşmanın hakimlərinə xatirə hədiyyələri və diplom təqdim olunub. Sonra Inter və Xəzər Lənkəran klubunun üzvlərinə xatirə medalları verilib. Mükafatlandırma mərasiminin sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev Kuboku Xəzər Lənkəran klubunun kapitanı Kamran Ağayevə təqdim edib. Sonda mətbuat nümayəndələri və azarkeşlər arasında lotereya oyunu keçirilib. Kiyev nümayəndələri 2 ədəd notebook udublar. Azarkeşlər isə DVD player, televizor və mobil telefon qazanmaq şansı əldə ediblər. Renault Azərbaycan şirkətinin təqdim etdiyi Renault avtomobilini isə azarkeş Müşfiq Süleymanov qazanıb. Lotereyada qazanılan bütün əşyaları və avtomobilin açarlarını qaliblərə AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.